Dostlar, gününüz xeyir olsun. Bayaq bu bacılar şeirini qoymuşdum. Qardaşım zəng elədi ki, birinci kupletin düz gəlmir. Ona düzəliş ver. Mən də düzəliş verdim. İndi təzdən qoyuram statusa. İndi düzəliş verdim birinci kupletə. İndi yəqin ki, razılaşar məndən. Yenə bacıma elə bil ərmağan eləyirəm. Dünən 70 yaşı tamam olub. Biz o bacımızı anamız əvəzi bildik. Təzdən deyim, daha qulaq asın. Bütün bacılara can sağlığı arzulayıram. İçində də öz bacıları var. Mənim bacılara var da hörmətim. Heç vaxt yaddaşlardan çıxmaz bacılar. Qardaşlar həmişə ziyarət etsə, qayğıdan kənarda qalmaz bacılar. Bacılar qardaşa doğma əzizdir. Qardaş bir çaydırsa, bacı dənizdir. Çoxları anlamaz çünki qəlizdir. Qardaşa bil düşmən olmaz bacılar. Orxan, bacılar canımızda qandır. Güllü çiçəkli bağ, çəmənli bağdır. Hörmət etməliyik, neçə ki sağdır. Yoxsa yadlarına salmaz bacılar. Yenə bir daha bacımı təbrik eləyirəm. Gün o gün olsun 100 illiyini ata yurdunda özüm başda olmaq şərtindən özüm keçirim. Xarcını, hər bir şeyini özüm həll eləyəcəm. Tək ki Allah Taala imkan versin, bacım 100 il yaşasın. Bütün bacı qardaşlarımı yığın başımıza bir yerə, ata yurduna bir yerdə qeyd eləyək. Hamıya can sağlığı, uzun ömür. Həmişə bacının, qardaşın qədrini bilmək lazımdır. Çünki onlar bir qandan, bir candandır. Onların hər bir itkisi bizim üçün ağırdır. Hamıya can sağlığı, uzun ömür.